Salamlar hər kəsə, hər vaxtınız xeyir. Bugün 2026-cı il üçün Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi model suallardan birinin izahına baxırıq. Deməli, testimiz əvəzlik bölməsi ilə bağlıdır və bizim əvəzlik testlərində əsas tətbiq etməli olduğumuz bir qayda var ki, burada hər boşluqdan sonra gələn sözə baxmalıyıq. Boşluqlardan sonra hər iki tərəfdə of sözünü gəlibsə, biz yadımıza salmalıyıq. Hansı əvəzliklərdən sonra of sözünü işlənmir? Biri no, biri də everydir. Ona görə A və Y variantını çıxırıq. Geridə qalır 3 variantımız. Hər 3 variantımız qrammatik cəhətdən doğrudur. Deməli, tərcüməyə əsaslanmalıyıq. Tərcümə baxımından, deməli, C variantı daha doğrudur. Həm də belə bir tips işlədə bilərik ki, qalan 3 variantdan ikisi əgər təsdiqdirsə, bir inkar olan variant həmişə doğru cavab olur. Tərcümədə isə belə çıxır ki, tələbələrdən heç biri, 2 nəfərdən heç biri cavabı bilmirdi və onların hər ikisi buna görə çaşqın şəkildə baxırdılar. Yəni, heç biri, 2 nəfərdən heç biri neither, 2 nəfərdən hər ikisi both. Cavabımız olur C variantı.